Deməli 13-cü məsələdə deyir ki, cisim ay müstəvi üzrə sürüşür və burada sürtünməni deyir nəzərə almayın. Sürtünməni nəzərə almayanda 1-2 əvəzləyici qüvvə burada hansı qüvvə təsir göstərsə ona bərabərdir. Burada yalnız sürtünmə yoxdursa, ağırlıq həmişə var da onsuz da. Ağırlığın kirin üfüqi proyeksiyasının sayəsində sürüşür. Mən demişdim ki, əgər cisim aşağıya doğru heç bir qüvvə təsiri yoxdursa, yəni bunu dartan qüvvə yoxdursa, bu ancaq öz ağırlığının hesabına aşağıya doğru sürüşür və sürtünmə də yoxdur. Deməli, əvəzləyici qüvvə MA kimə bərabərdir? Yalnız burada sürtünmə olduğuna görə olur MJ sinus alfa. M'lər gedir, təcil A nəyə bərabərdir? J sinus alfa. Bir tərəfdən də biz bilirik ki, ümumiyyətlə getdiyi yol bu cisim sürüşür. Fərqi yoxdur da, bu üfüqi də olsa, belə də olsa, bunun getdiyi yol, məsələn, bərabər təcillə hərəkət edir də, bu hansı təcil, müəyyən bir təcillə hərəkət edir. Bunun getdiyi yolu S bərabər də AT kvadrat bölü 2 ilə tapılır. Çünki V0 0 verib, görürsünüz, avtomatik. Buradan da T-ni tapırsınız. Çünki müddətini soruşur, düşmə müddətində, yəni getdiyi müddəti soruşur. T bərabərdir 2S bölü A. Tapdınız buradan. İndi A-nı tapmışıq. A-nın yerinə J sinus alfa qoyacağıq. Zaten alfa bucaqda məlumdur. Bəs S-i necə taparıq? H verib. S bilirsiniz nədir? S bunun getdiyi yoldur. Bu sürüşür bu cisim. Bu cismin getdiyi, bu buradaydı da cisim. Bu getdiyi bu yol, bu S-dir. Sənin getdiyin yol bu olur da, düzdürmü? İndi ümumiyyətlə belə bucaqları verəndə istifadə edə bilərsiniz sinus alfa bucağının tapılmasından, kosinus alfanın tapılmasından. Sinus alfa, yəni bucağın sinusu necə tapılır? Riyaziyyatdan da bilirsiniz də. Qarşıdakı katetin hipotenuza nisbətidir. Qarşıdakı katet H-dır. Hipotenuz isə fikir verirsiniz S-dir. Yenə deyirəm, bu getdiyi yol, bu S-dir. Bu bütöv. Qarşıdakı katetdəki H-dır. Buradan S-i tapa bilərsiniz. S bərabərdir. H bölü sinus alfadan, yəni sinus alfa dərəcədə bucağı da 30 dərəcə verib. 30. Bu eləyir 0,8 bölü 2-də 1, yəni 1,6. Gətirin burada da kökün altında 2 vurulsun. S-in yerinə bunu qoyursunuz, bu 1,6-nı. A-nın yerinə də düstur kimi də qoya bilərsiniz J sinus alfa və yaxud da burada hesablaya da bilərsiniz. J 10-dur, sinus 30-da da yenə deyirəm 2-də 1 alır, bu da eləyir 5. 2 vur 1,6 bölü 5. Necə eləyir? 3,2 bölü 5, 3,2 bölünsün 5. 0,164 eləyir ha. Ondan 0,8 çıxır.